Biz MRT pasiyentin MRT görüntüsüne baxırıq ve bu görüntüdə osteoporozun bütün əlamətləri gözlə görünür. Bu pasiyenti densitometriya müayinəsinə göndərəcəyik ki, osteopeniya, osteoporoz, yüngül orta ağır dərəcədə olub olmaması və sümük sınma riskini aşkarlayaq. Görüntüdə fəqərə arası diskin qabarması, aseftik çıxıntılar aydın şəkildə görünür və fəqərə arası diskin patologiyası yenə də fəqərə cismində osteoporoz əlamətləri görünür. Arxa tin, yan tinlər, sinir çıxışları aydın, bizim qabarmamız, onurğa beyni